Dünənləri gecə saat 3 yoxdur, su yoxdur, işıq yoxdur. İşıqlar yoxdur, hər 2 dəqiqədən bir işıq söndürürlər, işıq yandırırlar. Məhəllə qapqaranlıqdır, işıqlıq yoxdur burada. Barometrə bu dəfə Abşeron rayonu Xırdalan şəhərində yaşayan sakinlər müraciət ediblər. Onlar uzun müddətdir bir sıra ciddi problemlərlə üz-üzə qaldıqlarını bildirirlər. Sakinlər şəhərin həm əsas, həm də ara küçələrinin lazımi qaydada işıqlandırılmamasından, yolların təmirsiz vəziyyətdə olmasından, eləcə də ərazidə ciddi su probleminin mövcudluğundan narazıdırlar. Bizim problemimiz işıqlar, yolumuzun işıqlanmasıdır. Bizim problemimiz sudur, avtobusdur. Yolumuzun nasazlığıdır. Ümumiyyətlə bizə baxan yoxdur. Getmişik, deputatımıza şikayət eləmişik, qonşuları yığmışıq, 10 nəfər kimi getmişik o yayın istisində. Əlac eləyəcəyik. Köhnə hamam, köhnə tas qızım, heç nə. Dünənləri gecə saat 3 yoxdur, su yoxdur, işıq yoxdur. Hamıda kom sistemidir. Kimdə çən var, kimdə ehtiyac su yoxdur. Məsəl üçün, mən evimdə yox, gecə saat 3-ə 4-ə qədər heç nə olmayıb, evimdə buz kimi, evdə körpə uşaq, özüm 63 yaşım var, xəstə adam. Yəni, belə olmaz. Biz də yaşamaq istəyirik, biz də haqqımızı tələb eləyirik. İşıqlar yoxdur, hər 2 dəqiqədən bir işıq söndürürlər, işıq yandırırlar. Yəni, qaz da o gündədir, hər küçələr qaranlıqdır. Avtobus vaxtında işləməyir. Bunlar zəhmət olmasa, bərpa olmasını xahiş edirik. Gördüyünüz bu tumbalar, mən şəkildə çəkib göndərmişəm bunu icra hakimiyyətinə. 2021-ci ildən bu tumbalar qoyulubdur. Lambuçkalar, xəzri külək olan kimi düşüb sınır. Məhəllə qapqaranlıqdır, işıqlıq yoxdur burada. Bax, avtobusu çəkin, məhəllə qaranlıqdır. Gəlir, baxın. Sakinlər küçələrin işıqlandırılması, su təchizatının normallaşdırılması və yolların təmir edilməsi ilə bağlı müvafiq qurumların təcili tədbirlər görməsini tələb edirlər.